Müslümana qarşı sinəsi və köksü geniş olması, qəlbi açıq olmasıdır. Qəlbin müsəlman qardaşına qarşı kin küdrətlə dolmasın. Ortada inciklik ola bilər, ortada anlaşmamazlıq ola bilər, ortada bir-birinə qarşı az da olsa buğz, nifrət ola bilər. Lakin bu buğzu, nifrəti böyüdüb, şişirdib, dağ boyda etməmək lazımdır. Hər nə olsa da ortada affa və yaxud da islahın yolunu tutmağı daha önəm vermək lazımdır. Çünki müsəlmana yaraşmaz ki, müsəlmana qarşı pisdən qəlbini kifinkirlə doldursun, sonra bunun səmərəsi olan nəmmamlıqla, qeybətlə, ara vuranlıqla həmin müsəlman qardaşını gözdən salsın. Allah Azze ve Celle bir-birimizə qarşı pis zənn eləməkdən bizi çəkindirir. Allah Azze ve Celle buyurur, Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur, Ya eyyühellezine amenu içtenibu kethiran minezzan inne ba'dezzanni izm. Ey iman getirenler, birçok zənlərdən çəkinin, həqiqətən zənn etmək günahdır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, İyyəkum vəzzan fə innə zann əkzəbəl hədid. Pis zənn eləməkdən çəkinin, çünki sözlərin ən yalanı olan pis zənn etməkdir. Ona görə qardaşlar, bugünkü gündə qardaşlığı darmadağın eləyən, İslam ümmətini ən çox zəiflədən və müsəlmanları başqasından yem eləyən ən böyük səbəb müsəlman cəmiyyətinin arasında bir-birlərinə qarşı qəlblərində gəzdirdikləri kin, küdurət, nifrət və bir-birlərinə bəxş elədikləri ədavət və bir-birlərinə qarşı etdikləri nəmmamlıq və bir-birlərinə bəslədikləri buğz və ortada etdikləri nəmmamlıqdan ibarətdir. Ona görə bir cəmiyyət olmaq üçün, bir güclü toplum olmaq üçün qardaşlığı dəyərləndirmək, haqq hüquqa fikir vermək və bu qardaşlığı parçalayan bütün səbəblərdən uzaq durmamız lazımdır. Allah Azze ve Celle'dən gözəl adları ilə, uca sifətləri ilə diləyirəm ki, qardaşlığımızı xalis onun rızası üçün etsin. İslam qardaşlığını yaşamamız üçün bizlərə yardım etsin və bu qardaşlığı bizlərə yaşadası vəsilələrdən möhkəm yapışmağa nəsib eləsin. Sözlərimizdə və əməllərimizdə ixlas nəsib eləsin. Biləkdən və bilməkdən etdiyimiz günahları Allah Azze ve Celle bağışlasın. Allah Azze ve Celle'dən diləyirəm ki, o yerdəki müsəlmanlar əzab əziyyət çəkir. Allah Azze ve Celle onlara yardım etsin. Və kədərdə, qəmdə olan müsəlmanların Allah Azze ve Celle kədərlərini, qəmini gedizdirsin. Bu müsəlmanlar ki, borc onların belini büküb, Allah Teala onlara kömək eləsin borclarını ödəməkləri. Allah Azze ve Celle'dən diləyirəm ki, Şam əhlinə yardım etsin. Onları huzura və onları sevince tezliklə qovuştursun. Onları zülm edən bütün tağutlar və zalimləri Allah Azze ve Celle darmadağın etsin. Və elə bir şəkildə ki, onlardan sonra gələn zalimlərə dərs olsun. Və sallallahu aleyhi ve sellem və barik ala nəbiyyina Muhammed və ala alihi və sahbihi.